Müəyyən insanlar var idi, onlar Quranı dəyişdirmək istəyirdilər. Təəssüflər olsun, sünnədə Peyğəmbərin hədisləri içinə o qədər saxta hədislər daxil ediblər. Əhl-i Beytlə bağlı Peyğəmbərimiz nə buyurubsa, onun müqabilində bir saxta hədis uydurublar. Ki, insanları azdırsınlar, başqa istiqamətə yönəltsinlər. Necə Allah müqabilində büt hazırlayıblar, Allahı inkar etmək mümkün deyil. Allah insanın içindədir. Kitayda niyə bütpərəstliyin qarşısını almırlar? Niyə Hindistanda bütpərəstliyin qarşısını almırlar? Anlamırlar ki, bunun nə əş nədir? Yox, insan Allahı axtarır. O Kitaylı da Allahı axtarır. O Hindistanlı da Allahı axtarır. Desələr pütdür, bu daşdır, bu kəsəkdir, bu boş şeydir. Onlar Allahı axtaracaqlar. Onlar ondan aldadıblar. Xüsusilə ingilislər o Hindistanda o insanları o günə qoyublar, bütpərəstliyiblər. Allah müqabilində büt yaradıblar. Peyğəmbərlər müqabilində Peyğəmbərlik iddiasında olanları çıxardıblar. İmamlar müqabilində də uydurma rəhbərlər, xəlifələr uydurublar. Xanım Zəhra müqabilində də digərlərini belə təbliğ eləyirlər. Ki, Xanım Zəhra nümunə kimi insanlar, müsəlmanlar tərəfindən qəbul olunmasın.